Ala, belə dil öyrənmək olar. Olme essem, olme, qrammatika luget ver, beselyer de bu nedi senzani. Bu nə danışıqdır? Bu nə tondur? Zəncirdən buraxıblar elə bil. Əvvəla müəllimlə danışırsan, danışıq və fikir ver. Dil öyrənməyə gəlib kişinin oğlu. Adamlığı düzəlt birinci. Qrammatika luget beseliyirə gəldikdə o saxsının içindəki işləp bax gör o sınıq sökü Azərbaycanca öyrənmək üçün hansı əcdadının hansı qrammatikasını istifadə eləmisən? Hansı lüğət əzbərləmisən? Əyri-üydü məşqlərlə öyrənmisən də? Bunu belə qrammatika lüğət əzbərləmədən eləmisən. Bir ilə gözəl Azərbaycan dilimizi gör nə gündə istifadə edirsən sən. Utan. Qrammatika və lüğət bəhs eləsəydi, bülbül kimi cəhcəh vururdan bu dəqiqə. Səlis və professional danışmaq süfrə arxasında etiket qaydalarına uyğun davranmağa bənzəyir. Qaydaları bilmək və yeməkləri tanımaq bəs eləmir. Üzdən oxuyub gedəndə biabır olursan cəmaatın içində. Bunlarla kompleks şəklində tam avtomatlaşana qədər məşqlər eləməlisən. Mənim dərslərim sənə ingilisini bax belə öyrədir. İndi gətirdiyim nümunəni sorğulayıram bax. Ey nə bilsin axı Zeynədir. Nəysə, bu nömrəni WhatsApp-na plus ətraflı məlumat göndərim sənə.